Salam kızlar, her vaxtınız xeyir olsun. Yeni vloguma hoş gelmişsiniz. Sizinle bir yerde başlayırıq bu vlogumuza. Bugün ev işlərində mənə kömək eləyəsiniz. Deməli, nə etməliyəm? Balıq təmizləməliyəm, toyuq təmizləməliyəm, sonra balıq bişirməliyəm. Digər ev işlərini özüm həll eləmişəm. Ona görə də onlardan kömək istəməyəcəm sizə. Sizi çox yormaq istəmirəm. Sadəcə yeməkləri bir yerdə eləyəcəyik. Balığımız budur. Mintay balığıdır. Bu arada çok dadlı balıqdır. Həqiqətən biz buzluqdan almışıq. Mağazadan, buzluqdan almışıq. Bilmem, Azərbaycanda məncə çox tez tapılan balıq deyil, amma çox dadlıdır. Bir dənə də toyuğumuz var. Toyuq doğramağı heç sevmirəm, amma məcbur eləməliyəm. Ona görə də başlayaq. Bir neçə gündür başqa yeməklər etdiyimə görə balığı da, toyuğu da birbaşa ilə aldıqdan sonra marazinlikə atmışdım. İndi məcbur belə buz halında təmizləməliyəm. Deyəcəksiniz ki, niyə bunu çıxarıb vaxtında çölə qoyub buzunu açmamısan? Vallahi billahi vaxtında qoymuşam. Səhər tezdən qoymuşam. Saat 5 idi, hələ də açılmamışdı. Ona görə də bacınız əli dona vaxtında çatdırmaq üçün balıqları heç olmasa təmizlədi. Balıqlar bişənə qədər də keçdim toyuğu təmizləməyə. Biz tərəflərdə belə bir deyim var ki, balıq yalnız r aylarında, yəni hansı aydakı r var, həmin aylarda balıq yeyilməlidir. Başqa aylarda isə yeyilməməlidir. Yəni sentyabr, oktyabr, noyabr ta ki aprelin 30-una qədər. Bu gün də gördüm elə aprelin 30-udur. Dedim bunu may ayına saxlamaq olmaz. Və siz bu fikir haqqında nə düşünürsünüz? Sizcə doğru yanaşmadır yoxsa yox? Elə bu mövzuda da podruqamla fikir ayrılığı yaşamışdıq. Qız az qala durub gəlirdi Rusiyaya məni çırtmağa ki, yox biz yayda da balıq yeyirik. Mən də bir tər qızı sakitləşdirdim ki, gəlməyə ehtiyac yoxdur. Sən haçan istəyirsən balığını yeyə bilərsən. Təbii ki, bu bir zarafatdır, lakin r ayında balıq yeyilməməlidir deyimi çox yerdə var. Bunun isə elmi açıqlaması yoxdur. Sadəcə belə bir açıqlaması var ki, isti aylarda bəzi balıqlar var ki, çürü qoyurlar. Bu da onun yeyilməsinin düzgün olmadığını göstərir. Bu da bunun elmi qısa açıqlaması. Nəysə bacılar, söhbət eləyə elə keçdi toyuğu da doğramağa. Toyuğu əsasən aş bişirmək adı ilə almışam. Hələlik bişirməmişəm. Onu da düşünürəm ki, irəliyən vloqlarda sizlə bir yerdə bişirərəm. Toyuqdan hər kəs fərqli aşlar bişirir. Mən çığırtmalı aş bişirməyə daha üstün tuturam. Onu da hansı qayda elədiyimi sizlərlə bölüşəcəm və siz də yorumlarda qeyd eləyərsiniz ki, siz hansı üsulla hazırlayırsınız. Toyuğu doğrayanda birinci qanadlarının uç hissəsidir, quyruğudur, bəzi hissələrinin dəriləridir və s. Birinci bunları kəsirəm, daha sonra başlayıram doğramağa. Bu arada qızlar, əgər hələ də kanala abunə deyilsinizsə, abunə olmağı unutmayın. Zil işarəsini də açın ki, mən yeni videolar yüklədikcə sizə bildiriş gəlsin və anında girib baxa biləsiniz. Balığın üzərini duzladım, istiotladım, yaxşıca qoydum, təxmini 1 saat bu formada qalsın. Daha sonra digər işlərimi həll etdim və başladım unlamağa. Bugün pizza hazırlamışdım və bir neçə dənə də burada hazırlayıb qoymuşam. İndi bunları tam olaraq paketləmək lazımdır. İndi istəyirəm ki, birini də elə balığın yanında əlavə yemək kimi eləyim ki, doymasaq pizza da yeyərik. Belə orta olanı götürürəm. Birdən belə var, tam sadədir. Sonra birdən belə var. Birdən də belə var. Saçda oxşuyur bir-birlərinə. Bir də 2 dənə də belə balezə minnaklar var. Bir də buradadır. İndi bunun üstündə göbələk yoxdur, amma istəyirəm göbələk hazırlayım, üstündən əlavə eləyim. Bu arada belə eləyib qoymaq, yəni pis bir şey deyil. Elə birbaşa bu pendirlərin üstündən də nələr istəsəz əlavə eləmək olur. Mən bu formada eləyirəm. Əgər nəsə istəsəm üzərindən əlavə eləmək mümkün olur. Həm də qızlar, inanın o qədər rahat olur ki, bəzən elə vaxt olur ki, hansısa bir iş çıxır, evdə yemək hazırlaya bilmirsən və yaxud da yemək hazırlayırsan, həmin gün yeməyi bir balaca yüngül olur, əlavə yanında nəyisə də hazırlamalı olursan. Elə buzdolabına atdığımız hər hansı bir hazır yeməklər bizim əlimizdən çox rahat tutur. Ən azından yarım saata, 15 dəqiqəyə, 20 dəqiqəyə hazırlanan yeməkləri bu formada maraqilkaya qoymaq məncə möhtəşəm bir fikirdir.
Gördüyünüz kimi sadəcə tavanı yağladım və üzərinə qoydum, göndərdim sobaya. Bişməyə ölçüsündən asılı olaraq 15, 20, 30 dəqiqə aralığında da bişə bilir. Daha sonra balıqları da yaxşıca o tərəf bu tərəf unladım və qoydum bişməyə. Deyəcəksiniz ki, qız bu balığı nə qədər təriflədi, amma həqiqətən o qədər kövrək balıqdır ki, tavaya qoymaqla da bişməyi bir oldu. İndi 100% fikirləşirsiniz ki, bu qız bu qutunu niyə çıxardı? Bunun içərisindən bir şey götürməliyəm. İndi sizinlə bir yerdə götürəcəyim. Deməli, burada əsasən çox istifadə etmədiyim və yaxud az istifadə olunan bəzi əşyaları yığışdırıb qoymuşam. Bunun da içərisində pəmpiş mənim əşyalarım var. İndi onlara baxırıq. Baxın, belə bir abadokdur. Bu makyaj etdikdə və yaxud da maska və s. etdikdə saçı batırmamaq üçün istifadə olunur. İndi bunu bir rəz götürüb yumalıyam. Həm çoxdan istifadə etmirəm, həm də bəzi yerlərində bir balaca tonalniya izləri var. Bunu götürəcəm. Daha sonra belə bir saç üçün masaj aləti var. Bu əslində sırf masaj üçün deyil. Bunu əsasən saç dibinə nəysə bir maska etdikdə, nəysə bir sprey sürdükdə elə bu ilə yaymaq üçündür. Və bundan duşda da istifadə eləmək olar saçın diblərini yumaq üçün. Amma bir balaca kullanışsız olur. Yəni ən nadir variantı ilə spreyləri yaymaq üçün istifadə etməkdir. Hazırladığımız hansısa bir suyu sprey formasında ya üzümüzə ya da saç diblərinə tətbiq etmək üçün belə bir aparatım var. Spreydir, belə deyək. Və bunun içərisindəki də sudur. Elə belə doldurub qoymuşdum o vaxtdan. Elə qalıb buradaca. Daha sonra nə var? Belə bir həm maskanı qarışdırmaq üçün, həm də qalın olmuş maskaları. Bəzi maskalar var ki, teksturası qalın olur və üzə yaymaq bir balaca fırça ilə çətin olur. Əllə yaymaqdansa elə götürüb bu ilə yaymaq daha rahat olur. Üçüncü teksturalı maskanı yaymaq üçün belə bir fırça. Bu arada bunu daha sonradan özüm əlavə eləmişəm. Setin içərisində belə bir şey yox idi. Bunu da özüm almışam. Bir də bunu da özüm almışam. Geri qalanı görürsünüzsə elə birbaşa bir setin içərisindəydi. Və belə maskanı yumaq üçün suya dəydikdə yumuşalan belə bir süngər var burada. Bunu da hələ ki istifadə etməmişəm. Durur elə burada. Belə bir fırça. Fırçaya da hələ ki ehtiyac qalmayıb. Dediyim kimi çox istifadə eləməmişəm. Amma haradasa deyəsən keçən yayda almışam. Maskaları düzəltmək üçün belə bir şirin ürək formasında qab. Düzəltdiyimiz artıq qalan maskaları müəyyən müddət saxlamaq üçün belə bir qab, ağzı bağlı. Yəni mən bunu da istifadə eləməmişəm hələ ki. İnşallah sizinlə bir yerdə hər birini sınayacağıq. Və belə ölçüləri olan qaşıqlar var burada. İndi isə gəlin bir yerdə maska hazırlayaq. Bunun üçün bizə lazım olacaq bir dənə yumurtanın ağının demək olar ki yarısı. Daha sonra yumşaqlıq vermək üçün mən üzərinə banan qabığını, bu ağ hissələrini qazıyıb tökdüm. Təxmini 1 çay qaşığı qədər oldu. Daha sonra üzərinə yumurtanın ağının yarısını əlavə edirəm. Yumurta ağı üz məsamələrini azaldır, qırışıqları açır və daha yaxşı effekt yaradır. Daha sonra üzərinə soda və nişasta əlavə edirəm. Ümumi olaraq demək olar ki, soda da, nişasta da 1 çay qaşığı, 1 dolu çay qaşığı qədər oldu. Kıvamı isə nə bərk olmalıdır, nə də duru olmalıdır, yəni orta olmalıdır. Nişastanın teksturasına görə əvvəlcə vurmaq bir balaca çətin olacaq. Ona görə də yavaş-yavaş əllə yaymaq daha məsləhətli olar. Soda isə məsamələri, qara nöqtələri təmizləyəcək. Bu arada əgər üzünüz həssasdırsa istifadə etməməyinizi məsləhət görürəm. Bu gün üçün də belə bir fərqli bir şey sınamışdım. Bunun tərkibində kartof, markov, göbələk, soğan, sarımsaq və yumurta var. Yəni bir növ kotlet formasındadır. Tək fərq az yağda bişməsi üçün qəliblərə yığaraq duxovkaya qoymağım idi. Çalışıram evdə olanlardan yoldaşım üçün işə yeməyi özüm qoyum. Onda ürəyim rahat olur. İndi də yeməyini hazırlayıram və burada da sizinlə sağollaşıram. Əgər bura qədər izlədinizsə sizə çox təşəkkür edirəm. Bu arada bir də xatırlatmaq istəyirəm, kanala abunə olmağı unutmayın.